Salam aleykum, hardayam Ökməli deməli dairəsindən qalxdım, Xocalı'nın binalarını gedən yoldayam. Yola 10 metr məsafədə. Bir dənə ev çıxarmışam sizin, elə bir dənə çıxarmışam. Ev adamla danışır. Ev almaq fikrim varsa, bu qədər pulum varsa, yəni mən bu işin içindəyəmsə, bu evi qaçırım. Həqiqətən gözəl ev. Axıra qədər bax, sözümdə həqiqət tapacaqsan. Hamam sanuzelin böyüklüyünə bax. Bir dənə evin zalı boydadır hamam sanuzeli. Bax, bir dənə burada qəşəng yataq. Yataq otağında 2 dənə pəncərəsi var. Wi-Fi-nə kim var? Düz başın üstünə Wi-Fi. Valla qardaş, ev axtarırsansa, bu evi qaçırdıma, çörəkli evdir. Gözəllik salonu da var içində. Daha nə istəyirsən? Aylıq qazancın var içində. Obyekt üstündə paydır. Zala bax. Nə istəyirsən? Bunun bir dənə lampiskalarını çoxaldın, ev biraz işıqlı olsun. Pəncərənin rəşatkalarına qədər var. 600 kəməri var. Qiymət bilirsən neçədir? Qiymət 55 minə, 58 mindən 55 minə düşdü. Yaxşı ev ürəkdən çəkərlər. Yaxşı evdir. Gəl. Buradan da gəldi. Burada da bir dənə zalı buradadır. 2 zallı evdir. İstəsən yataq otağı eləyə bilərsən. 2 dənə zalı var. Koridorun genişliyinə bax. Burada bir dənə delsko otaqdır. Bir dənə burada delsko otaqdır. Qiymətinə görə qaçılası var. Pulum olsa alardım, atardım. Bir dənə burada qəşəng mətbəxdir. Mətbəx böyle evin içərisində qalır. Görürsə hər yandan qoşar daşdır. Özünə tikdiyi evdir. Şəxsi özünə tikdiyi mülkdür. Yəni bugünkü gündə bu qiymətə belə evlər çətin çıxır. Kürsüyə bax. Deməli 2, 4, 6, 7, 8 daş kürsüdədir. 8 daş da çöldən görünüşüdür. İşığın, qazın sayağacı, baratası. Evin içərisindən tanış olar. Ev adamdan danışır. Evə bax. Ev dövrü muzeydir elə bilsən. Evə bax. Splaşno kəmər. Padvalına əlvi qaldır, boyun çatmayacaq. Mərtəbədir. Obyekti həyətində. Gözəllik salonu. Gəl, elə bura bir otaq deməkdir. Bura bax. Dırnaq qaynağı. Oturursan burada. Hərcə laklarımız da var. Yəni bu qiymətə valla qaçırma. Əgər ev almaq həqiqətən fikrindəsənsə, götür. Qohum, əqrabanı, qərar verəni, kim qərar verəcək onlardan gəl, bu günləri elə. Yəni bu evi fikirləşmək lazımdır. Gedim 3 gündən sonra gəlirəm, onsa satılacaq qalası evdir. Baxın, aşağılarda da pəncərələri var, aşağı mərtəbələr. Yəni evin böyür başına keçib fırlana bilirsən. Plusda ki, padvalın bir dənə, padval indi biraz dağınıqdır, belə görsənir. Bax, ağardılıb divarına qədər. Bax, divarına qədər ağardılıb. İstəsən buranı otaq kimi istifadə, ya da yekə bir dənə zal eləyə bilərsən. Altı qaraj, nə istəsən yarada bilərsən. İstəsən bunu çıxar, elə. Yəni əlaqə saxlayın, hər qiymətə əldə evlər var. Bugünkü gündə bu qiymətə görə ideal variantdır. Sağ olun. Kim də evini satırsa tez vaxtda əlaqə saxlasın. Özü bilirsiniz, mən çəkdiyim 2-3 günə həll edirəm.